Bugün Mart soyqırımının üzərindən 107 il keçir. Azərbaycan tarixinin ən qanlı faciələrindən biri hesab edilən Mart hadisələri zamanı 50 minə yaxın insan həlak olub. Bəs görəsən Azərbaycan əhalisi bu hadisələri xatırlayırmı? Bu günlərdə dünya Azərbaycanlılarının soyqırım günüdür. Yəni ermənilər tərəfindən. 18-ci il, 15-ci il, 5-ci il ermənilər də eləmədiyin də nələr gətirməklə bu millətin başına. Allah Nuru Paşaya rəhmət eləsin, Əhməd Paşanın qardaşı. O gəlməsəydi, dəstəsindən gəlməzdi. Bakı başı pis gündə idi. Nəinki Bakı, Azərbaycan. Tarixdə bugün soyqırım günüdür. 31 Martda nə baş verir? 31 Mart'ta Yəni soyqırım sözü sizə bir şey var. soykırım başı verir. Hadisələr, təfarrüflər haqqında məlumatınız var? Valla yaddan çıxıbdı, neçə ildir görürük. 30 ildən çoxdur. İnsanlar yaddan çıxardır. Bugün tarixdə 1918-ci il 31 Mart tarixində Azərbaycanlılara qarşı Azərbaycanın bir çox bölgələrində ermənilər tərəfindən həyata keçirilmiş soyqırımın il dönümüdür. Və bu sadəcə tarixdə bir dəfə başımıza gələn bir hadisə deyil. 20-ci əsr boyunca 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycanlılara qarşı mütəmadi şəkildə erməni daşnaküstün ideologiyasının daşıyıcıları tərəfindən soyqırım cinayətləri həyata keçirib. Amma çox təəssüf olsun ki, hələ də dünya ictimaiyyəti bu soyqırımlara layiqli olduğu ədalətli münasibəti göstərməyib. Soyqırım günüdür qardaşım. Hadisələr haqqında deyə bilərəm ki, ruslarla ermənilər ömür boyu başımıza oynatıb. Bundan sonra yaxşı olar inşallah. 31 Mart soyqırım günümüzdür. 1918-ci ilin 31 Martında Azərbaycana qarşı soyqırım törədilmişdir ermənilər tərəfindən. Şaumyan kimi, Andranik xeyr, amma Şaumyan kimi, Qaragin Nijde, bunların adını çəkmək olar, səhv xatırlamıramsa. Onlar haqqında nə düşüncəlisiniz? Onlar yəni erməniləri həmişə azərbaycanlılara qarşı düşmənçilik nifrəti ilə yaşatmağa çalışıblar, əsasını qoyublar. Mən belə düşünürəm ki, hal-hazırda yəni bu gündəlik müasir dünyada Azərbaycanlılar və ermənilər arasındakı konfliktin əsas səbəbi yəni onlardan qaynaqlanır. Faciəvi bir günü deməkdir olar ki, Azərbaycanın ən ağır. Necə 20 yanvar, Xocalı, 31 Martda elə. 18 soyqırımında, 18-ci ildə Azərbaycan soyqırımı olub. 31 Mart soyqırım günüdür. Siz neçənci sinifdə oxuyursunuz? 5. Bugün tarixdə hadisələr baş verir. Futbolda Yox, Azərbaycanda. bilmirəm, mən xəbərlərə baxmıram. Sən Bilmirəm mən. 31 Mart soyqırımı haqqında bir şey eşitmisiniz? Ramazan bayramı. Yox, ermənilər Azərbaycana Yox. heç məlumatınız yoxdur. Yox. 1918-ci ildə Erməni Daşnaküstün Partiyası Azərbaycanlılara qarşı törədib və bu təkcə Azərbaycanlılara yox, Azərbaycan Cumhuriyyətinə qarşı törədilmişdi. Və onlar da bunu tək eləmirdilər, bolşeviklərlə birləşib eləmişdilər. Və bu da Azərbaycanlıların soyqırımı kimi gündə tarixə düşüb. Təkcə Bakıda yox, Qubada, Azərbaycanın digər bölgələrində də bu cür vəhşiliklər törədiblər. Və buradan da demək istəyirəm ki, insanlara ki, biz bu tarixi unutmamalıyıq. Ümumiyyətlə biz başımıza gələn heç bir hadisəni unutmamalıyıq. Nə Xocalını, nə Azərbaycanlıların soyqırımını, nə digər faciələri, nə 20 yanvar hadisəsini unutmamalıyıq. Çünki tarixini unudan millət heç bir zaman formalaşa bilməz.